39-cu hissə. Kompüterlər düşünə bilirmi? Alan Turing və John Searle. Otaqda oturmusunuz. Otağın qapısında məktub atmaq üçün bir dəlik var. Dəqiqə başı həmin yerdən içəriyə üzərində cürbəcür figurlar çizilan kartlar atılır. Sizin işiniz həmin figurları stolun üzərindəki kitabda çəkilmiş figurlarla tutuşturmaqdır. Hər bir kartdakı figur kitabdakı hansısa figura uyğun gəlir. Siz otağa atılmış hər kartı kitabdakı uyğun figurla tutuşturmalısınız. Sonra kartları qapıdakı məktub yerindən bayıra atmalısınız. Vəssalam. Siz bir müddət bu işi görürsünüz və nə baş verəcəyi barədə düşünürsünüz. Bu, Amerikan filosofu John Searle'ın Çin otağı adlı düşüncə eksperimentidir. Çin otağı eksperimenti kompüterin əslində düşünə bilməməsini nümayiş etdirən xəyali vəziyyətdir. Nə baş verdiyini başa düşməkdən ötürü Turing testinin mahiyyətini anlamalısınız. Alan Turing müasir kompüterin ixtirasına kömək etmiş dahi Cambridge riyaziyyatçısı idi. İkinci Dünya müharibəsi zamanı onun İngiltərədəki Bletchley parkında yaratdığı hesablama maşını Alman sualtı gəmilərinin istifadə etdikləri enigma kodlarını qırmışdı. Bu sayədə müttəfiqlər Almanların planları haqda öncədən məlumatlar ala bilirdilər. Kompüterlərin nə vaxtsa sadəcə kodları qırmaqdan daha artıq iş görə biləcəyi fikrindən ilhamlanaraq o, hələ 1950-ci ildə hər bir kompüterin keçməli olduğu bir test təklif etmişdir. Süni intellektlər üçün Turing testi adlandırılan həmin testi o, imitasiya oyunu adlandırmışdı. Bu, onun beyninin sadəcə boz cövhərdən ibarət bir maddədən daha maraqlı bir şey olmasına inamından qaynaqlanırdı. O, boz rəngdə olmaqdan və kəllədən çıxarılınca yırğalanmaqdan daha artıq funksiyalara malik idi. Kompüterlər dayanıqlı və elektron komponentlərdən ibarət olsalar da, insan beyninin gördüyü bir çox işlərin öhdəsindən gələ bilirlər. İnsanın nə qədər ağıllı olduğunu isə biz onun kəlləsini yarıb beyninə baxmaqla deyil, müəyyən suallara verdiyi cavablar əsasında təyin edirik. Və bizim kompüterlərə də hansı hissələrdən təşkil olunmasına görə deyil, hansı işləri görə bilməsinə görə qiymət verməmiz daha düzgün yanaşmadır. Diqqətimizi naqillərdə və elektron hissələrdə deyil, kompüterlərə daxil edilən və bunun nəticəsində alınan informasiyaları cəmləməliyik. Turingin təklifi belə idi. Bir otaqda yerləşən adam monitorda yazışma aparır. O, insan və ya kompüterlə yazışdığından xəbərsizdir. Yazışmanın gedişatından asılı olaraq otaqdakı adam kiminlə, kompüter və ya insanla yazışdığını müəyyən etməyə çalışır. Əgər bunu müəyyən edə bilmirsə, həmin kompüter Turing testini keçmiş sayılır. Belədə, həmin testi keçən kompüterin məcazi mənada deyil, həqiqi mənada əsl insan kimi intellektə malik olduğunu demək olar. Searle'ın figurlar çəkilmiş kartlardan ibarət Çin otağı nümunəsi isə Turing testini keçən kompüterində öz süni intellekti ilə gördüyü işin məğzini əslində dərk etmədiyini göstərir. Yadınızdadırsa, siz qəribə figurlar çəkilən kartları qəbul edir, kitabla tutuşdurandan sonra onları bayıra ötürürdünüz. Bu, sizin üçün mənasız bir tapşırıqdır və bunu niyə etdiyinizi də heç anlamırdınız. Lakin siz özünüzdən xəbərsiz Çin dilində suallara cavab verirdiniz. Otağa ötürülən kartlarda Çin dilində suallar var idi və sizin bayıra ötürdüyünüz kartlarda həmin suallara uyğun cavablar vardı. İçində olduğunuz Çin otağı imitasiya oyununda qalib gəlir. Sizin Çin dilində suallara cavab verməniz bayırda dayanan adamı sizin həqiqətən Çin dilini bilmənizə inandıra bilər. Beləliklə, bu oyunun nəticələrinə görə kompüterin Turing testini keçməsi hələ onun intellektə malik olmasına dəlalət eləməz. Çünki içəridə olsanız da, siz kartlarda söhbətin nədən getdiyindən ümumiyyətlə bixəbər qalıbsınız. Searle kompüterlərin Çin otağındakı adam kimi bir şey olduqlarını düşünür. Əslində onların intellektləri yoxdur və düşünmək də bacarmırlar. Onlar sadəcə simvolları mühəndislərin yerləşdirdikləri proqramlaşdırmaya uyğun şəkildə paylaşdırırlar. İstifadə etdikləri proses proqram təminatına yerləşdirilibdir. Bu isə həqiqi mənada nə isə dərk etməkdən və ya intellektə malik olmaqdan hədsiz dərəcədə fərqlidir.
Bunu başqa sözlə belə demək olar ki, kompüteri proqramlaşdıran mühəndislər ona sintaksis verirlər. Simvolları necə analiz etmələrinə dair qaydalar qoyurlar. Lakin mühəndislər ona semantika, yəni simvollarla bağlı məna vermirlər. İnsanlar danışdıqları vaxt nələrsə düşünürlər. Sözlər onların düşüncələrini ifadə edir. Hansısa bir məna kəsb edən nitq söyləyən kompüterlər isə bir növ tutuquşular kimi sadəcə düşüncə imitasiyası yaradırlar. Tutuquşu isə nələrsə danışsa da nə dediyini özü anlamır. Cyril'a görə buna uyğun olaraq kompüterdə əslində nə isə anlamır və düşünmür. Yəni siz sadəcə sintaksisdən semantika əldə edə bilməzsiniz. Cyril'ın düşüncə eksperimentinin tənqidi onun yalnız otaqdakı adamın nə etdiyini anlayıb anlamaması məsələsinə diqqətini cəmləməsi idi. Bu isə yanlışdır. İnsanoğlu bütöv bir sistemin sadəcə bir hissəsidir. İnsan özü nə etdiyini anlamasa da, yəqin ki, bütövlükdə sistem olaraq nə baş verdiyini anlayır. Bu tənqidə Cyril'ın cavabı eksperimenti dəyişmək olmuşdu. Adamın otaqdakı kartları kitabla tutuşturmaq əvəzinə bunun kitabı əzbərləməsini təsəvvür edin və otaqda deyil, açıq bir ərazidə o lazım olan kartları sizə əzbərdən verir. Adam hətta Çin dilində soruşulan sualları düzgün cavablandırsa belə, yenə də məsələnin əsas məğzindən xəbərsiz qalır. Anlamaq sadəcə düzgün cavablar verməkdən daha geniş bir şeydir. Bəzi filosoflar isə yenə də beynin kompüter proqramı kimi işlədiyindən əmin idilər. Onlar kompüterin nə isə anlamasına və özbaşına nələrsə edə biləcəyindən əmin idilər. Əgər onlar haqlıdırlarsa, onda bir gün beyni insan kəlləsindən kompüterə köçürmək mümkün olacaq. Düşüncəniz boz cövhərə yazılmış bir proqramdırsa, onda eyni proqramın naqillərdən və elektron hissələrdən ibarət kompüterə köçürülməsi də yaxın gələcəkdə gerçəkləşəcəkdir. Əgər superintellektual kompüter vasitəsilə beyindəki milyonlarla mürəkkəb birləşməni bərpa etmək baş tutsa, onda ölümdən yayınmaq da mümkün olacaq. Bədəni öləndən sonra insanın beyni kompüterə köçüləcək və insan yaşamağa davam edəcək. Belə yaşamağın nə qədər uyğun olması isə başqa məsələdir. Cyril haqlıdırsa, beyninizin kompüterə yüklənməsi sizin əvvəlki kimi şuurlu insan olaraq qalacağınıza da təminat verməz. 60 il öncə bu fikirləri yazan Turing, kompüterin düşünə bildiyindən artıq əmin idi. Əgər o haqlıdırsa, onda kompüterin fəlsəfi məsələlər ətrafında düşünəcəyi o zaman elə də uzaqda deyildir. Bu, onların bizim düşüncəmizin ölümsüz olmasına kömək etməsindən daha real görünür. Ola bilsin ki, bir gün kompüter bizə necə yaşamalı olduğumuz, həqiqi reallığın necəliyi və sair bu kimi, yəni fəlsəfəni minilliklər boyu düşündürən məsələlər haqda bizə maraqlı məlumatlar verəcək. Hələlik isə bu sahədəki düşüncələrimizə aydınlıq gətirmək işini biz ət və sümükdən xəlq olunmuş filosoflara həvalə etməyə məcburuq. Onlardan ən nüfuzlusu və təzadlısı isə Peter Singerdir.